İnsanlar məhz münasibətlərdə, yəni qadın və kişi olaraq ər-arvad münasibətləri, sevgili münasibətləri, nişanlı münasibətləri və s. Məhz bu münasibətlərdə onlar böyüyürlər. Çünki biri digərinin güzgüsü olur və bu münasibətləri də yaşamaqda, yəni bir-birləri ilə yaşamaqda bu da boşuna deyil. Çünki onlar bir-birlərini çəkmişdilər zamanlarında. Yəni hər hansısa bir ortaq bir travmaları var və yaxud da ki, biri digərinə öz qüsurlarını göstərməlidir və s. kimi bu cür özlərini bu münasibətdə yetişdirməlidirlər, yəni bir insan olaraq. Və çox zaman da olur ki, məsələn, münasibətlərdə yola getməyən cütlüklər var, həddindən çox qısqanclıq olur və yaxud da ki, həddindən çox bunlar çox, belə deyim də, heç xoş günləri olmur, ancaq əsəb, ancaq stres, ancaq dava dalaş yaşayırlar və bunu da sanki biz bir-birimizi çox istəyirik, ona görə bundan irəli gəlir deyirlər. Əslində bu yanlışdır, hər ikisi nevrozdur. Yəni normal münasibət, normal evlilik, normal nişanlılıq, normal sevgililik bu insanların bir-birinə hüzur verməsidir. Bu münasibətdə xoşbəxt ola bilmələridir. Yox, əgər biri digərinə dözürsə, yox, əgər biri digərini idarə edirsə, baskı varsa, şiddət varsa, əsəb varsa, stres varsa, burada artıq nevroz var, burada artıq narahatçılıqlar var, burada artıq bəlkə də ağır dərəcəli psixoloji pozuntular var. Və xəstə insan, yəni iki xəstə insan bu münasibəti davam elətdirirlər, ömürlərinin sonuna qədər də bir yerdə yaşayırlar. Çünki hər ikisi də sağalmayıb, hər ikisi də xəstədir və bunlar elə belə də yaşayacaqlar. Və olur ki, məsələn, münasibətlərdə deməli, bir tərəf sağalır bu münasibətlərdə, psixoterapiyaya gedir və yaxud da ki, özünü görə bilir, fərqində olur, artıq bilir ki, bu normal bir şey deyil və yaxud da ki, o hər hansısa bir ailəsindən gətirdiyi hər hansısa bir münasibətlərini, bu belə deyim də, problemlərini bu münasibətlərdə sağaltdı və yaxud da ki, fərqində oldu, belə sevgi olmaz, belə münasibət olmaz deyib çıxıb getdi. Bu insan deməli sağalmış insandır, fərqində olan insandır. O qalan insan və onun arxasınca hələ də belə deyim də getmək istəyən insan, onu qaytarmaq istəyən insan isə bu artıq asılı insandır, bu artıq müxtəlif cür psixoloji problemləri olan insandır ki, bunu işləmək lazımdır əslində. Yəni bu bir qismət deyil və yenə də həmin insan bu cür partnyorları həyatına çəkəcək, çünki sağalmayıb. Ona görə də münasibətlər əslində insanları sağaltmaq üçündür, dediyim kimi. İnsanları bir-birinə göstərmək üçündür, yetişdirmək üçündür, böyütmək üçündür. Ola bilir ki, məsələn, bu münasibətdə hər iki tərəf də sağala bilir, hər iki tərəfin də yarası olur. Əvvəlcə onlar yola getmirlər, çox böyük problemlər yaşayırlar, sonra hər birisi fərqində olur və bu münasibətdə bir-birlərini sağaldırlar, bir-birlərinə yaxşı gəlirlər də, yəni belə deyim. Təbii ki, bunlar da olur. Bu istisna hallardır və bu halların daha da çox olması üçün insanların psixoterapiyaya getməsi və yaxud da ki, sağalması çox önəmlidir, ayrıca bir şəxsiyyət kimi ki, gələcək münasibətlərində o problem yaşamasın. Yəni bunlara mütləq fikir vermək lazımdır. Yəni ümumiyyətlə ailə, nişanlılıq, ümumiyyətlə sevgi yaşamaq bu insanları xoşbəxt eləməlidir, insanlara əsəb verməməlidir. Buna görə də burada yəni özünüzü bir analiz eləsəniz, bir fərqində olsanız, durub bir özünüzə baxsanız çox yaxşı olar. Yəni deyir ki, həmişə dava eləyən cütlüklər var ki, məsələn, onlar bilmirlər ki, bu bir gün tükənəcəkdir. Çünki hər şeyin bir sonu var, hər şeyin bir həddi var. Sonda bu insanın fizikası və psixikasıdır ki, o da məhduddur, o da belə deyim də bitə bilər bir gün, yəni yorula bilər, xəstələnə bilər. Buna görə də bir-birinizin qədrini bilin və münasibətlərdə bir-birinizi daha çox sağaltmaqla məşğul olun və fərqində olun etdiyiniz hər davranışın və dediyiniz hər sözün.